Bugün qan azlığından danışırıq və bu videoda cavab veririk bu suallara ki, belə ki, qan azlığının hansı kimi simptomları var və ümumiyyətlə onun hansı növləri var. Simptomlara gəldikdə bu özünü uzun müddət gizli göstərə bilər və insan heç fərqində olmaz ki, onun qanı əslində azdır və simptomlar çox belə geniş yelpazədə dəyişir. Məsələn, çox görünən hallardan biri tənəffüs çatışmazlığıdır. Belə ki, oksigenin miqdarının düşməsi hemoqlobinin miqdarının düşməsinə bağlıdır. Yəni, qan hüceyrələrində, qırmızı qan hüceyrələrinin tərkibindəki hemoqlobinin miqdarı azalarsa, ona bağlanan oksigen sayı da azalır və bu insanlar tənginəfəslik hiss eləyirlər. Daha sonra baş ağrısı, halsızlıq, baş dönməsi və yaxud da ürək bulanma ya da dərinin quru olması, dırnaqların kövrək olması, tez-tez qopması, sınması kimi durumlar da müşahidə eləyə bilərlər. Və yaxud da ən ağır hallarda isə artıq həyati funksiyaların çox çətin olması, ürəyin tez-tez